Bu tip vacib və faydalı xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Salam hörmətli izləyicilər. Sabah ölkə ərazisində hava şəraitində müəyyən dəyişikliklər gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən iyunun 19-da Azərbaycanın bəzi bölgələrində yağış və dolu ehtimalı var. İndi isə sabahki hava proqnozunu daha ətraflı şəkildə diqqətinizə çatdırırıq. Paytaxt Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən sabit və yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində cənub-şərq istiqamətindən külək əsəcək. Hava kifayət qədər isti olacaq. Gecə saatlarında mülayim istilik hiss ediləcək, gündüz isə temperaturun yüksəlməsi səbəbindən isti hava şəraiti müşahidə olunacaq. Buna görə də açıq havada uzun müddət qalan vətəndaşlara günün ən isti saatlarında ehtiyatlı olmaları tövsiyə edilir. Ölkənin əksər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından etibarən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. Həmin bölgələrdə arabir yağış yağacağı ehtimal olunur. Sinoptiklərin məlumatına görə bəzi ərazilərdə yağıntılar qısa müddətli olsa da intensiv xarakter daşıya bilər. Eyni zamanda şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı da mövcuddur. Xüsusilə dağlıq rayonlarda yaşayan sakinlərin və həmin istiqamətdə səyahət etməyi planlaşdıran şəxslərin hava şəraitini diqqətlə izləmələri tövsiyə olunur. Yağışlı və qeyri-sabit hava səbəbindən bəzi ərazilərdə görünüş məsafəsinin azalması mümkündür. Gecə və səhər saatlarında dağlıq bölgələrdə duman müşahidə oluna bilər. Bu isə nəqliyyat vasitələrinin hərəkətinə müəyyən təsir göstərə bilər. Havanın temperaturuna gəldikdə isə ölkənin aran rayonlarında gecə saatlarında mülayim isti hava üstünlük təşkil edəcək. Gün ərzində isə temperatur yüksələrək yay fəslinə uyğun isti hava şəraiti yaradacaq. Dağlıq rayonlarda isə hava nisbətən sərin olacaq. Səhər və axşam saatlarında temperatur daha aşağı hiss ediləcək, gündüz isə mülayim istilik müşahidə olunacaq. Mütəxəssislər vətəndaşları günəş şüalarının daha təsirli olduğu saatlarda açıq havada uzun müddət qalmamağı, kifayət qədər su qəbul etməyi və xüsusilə uşaqları, yaşlı insanları və həssas qrupları isti havadan qorumağı tövsiyə edirlər. Beləliklə, sabah Bakı və Abşeron ərazisində əsasən yağmursuz və isti hava gözlənilsə də, ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağış, şimşək və dolu ehtimalı var. Hava şəraitində baş verə biləcək dəyişiklikləri nəzərə almaq və gündəlik planlarınızı buna uyğun qurmaq faydalı olacaq. Hava proqnozları və ölkədə baş verən son yeniliklərlə bağlı məlumatları izləmək üçün kanalımıza abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın.